Salam, deməli bizə belə bir sual verilib. Deyir ki, oturacağı katetləri 3 və 4 sm olan, düzbucaqlı üçbucaq olan piramidanın hündürlüyünü hesablayın. Birinci hündürlüyü seçək. Və biz bilirik ki, katetləri 3 və 4 sm olan düzbucaqlı üçbucağın Pifaqor teoreminə görə hipotenuzu 5 sm olur. Və bilməyənlər üçün yazım. 3-ün kvadratı plus 4-ün kvadratı bərabərdir 25-ə. Bundan da kök alsaq 5-in kvadratı olduğu üçün AC hipotenuzu 5 olur. Və bizə oturacaqdakı ikiyüzlü bucaqda 45 dərəcə veribsə, birinci burada biz üçbucağın daxilinə bir dənə çevrə çəksək. Çevrəyə çox oxşam yazaq. Mənim çevrə ilə olan problemlərim. Çevrə çəksək və bu çevrənin radiusu düzbucaqlı üçbucağın daxilinə çevrə çəkəndə onun radiusu katetlərinin cəmindən hipotenuzu çıxırıq və 2-yə bölürük. Bu düstur imtahanda ən çox isbat məsələlərində və eyni zamanda ətraflı tipli yazılarda istifadə olunan bir düsturdur. Yəni vacib bir düsturdur. Buna görə də yəni əzbər bilinməlidir. Və burada oturacaqdakı ikiyüzlü bucaq o deməkdir ki, piramidanın hündürlüyü və yan üzün hündürlüyü ilə əmələ gələn bucaq. Yəni məsələn biz yan üzə, bu yan üzə, yəni A, D, B yan üzünə bir dənə də hündürlüyü çəksək, bunu bir üçbucaq kimi düşünək də. Bu A, D, B yan üzü düşünsək. Məsələn, burada çəkdiyimiz hündürlüydür. Buradakı xətt. Və bu düzbucaqlı üçbucaq əmələ gətirir daxildə. Və oturacaqdakı ikiyüzlü, məsələn, ikiyüzlü bucaq bir bu ola bilər, bir də oturacaqdakı. Oturacaqdakı ikiyüzlü bucaq 45 dərəcə deyirsə, bu nə deməkdir? Düzbucaqlı üçbucaqda 45 dərəcədirsə, iti bucaqlardan biri. Digəri də 45 dərəcədir və katetlər bir-birinə bərabərdir. Yəni biz hündürlüyü tapsaq, yəni biz radiusu tapsaq, elə bu hündürlüyü deməkdir. Yəni bunu eyni zamanda radius kimi də yazmaq olar. Və bunu necə tapırıq? Radiusu tapsaq, R bərabərdir. Katetləri toplayıram. 3 plus 4 çıxılsın hipotenuz 5 bölünsün 2-yə. Bu da 7 minus 5 bölünsün 2. 2 bölünsün 2 bərabərdir 1. Deməli radius 1-dir. Radius 1-dirsə, buradakı oturacaqdakı ikiyüzlü bucaqdan əmələ gələn həmin bu düzbucaqlı üçbucaqda radius hündürlüyə bərabər olduğu üçün elə 1-ə bərabər olacaq.